Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonuna aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaurla Günay canlı yayım zamanı Sloveniyada başlarına gələnlərdən danışıb. Onlar Sloveniyada yaşadıkları hadisələri və qarşılaşdıkları maraqlı məqamları izləyiciləri ilə bölüşüb. Cütlüyün açıqlamaları canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Bura. Özbəkistana yox, Özbəkistan tamam başqa yer. İçmirsən çay? Çay dedi, çay gəlmiş. Nasıl belə tamı var? Çiçək dadı gəlir. Kafede ən belə hündür nöqtədədir. Yuxarıda da açıqdır. Bu eynən belə, amma şüşənin üstü açıqdır, daha rahatdır. Var bir dənə belə bağlı məkan, var bir də var lap açıq məkan. O bağlı məkanda tutmur məncə. Piyada qalxırsan buradan yuxarı, sən yoxla da. Axotun var, bax. Ya aparım göstərim, görüm ora kimi, hara kimi gedə bilirəmsə göstərəcəm. Buradan belə keçid var. Tutur. Tutmasa mənə deyil. Beton. Tutur. Güzeldir. Buradan belə bir mənzərəsi var. Çox qəşəngdir buradan. Bu belə özümü göstərməyim, mən çox görmüsünüz. Buranı belə göstərim. Belə bir mənzərədir. Bu kristal sütunu adlanır. Bu sütun Sloveniyadadır, Raqaşkadadır. Kristal sütun təxminən 2-3 il olar ki düzəldilibdir və Sloveniyanın ən hündür nöqtələrindən biri hesab olunur. Bura qapalı mənzərə yeridir. Bir dənə də yer var, lap yuxarıdadır, o açıq terasdır, amma bura qapalı yerdir. Görürsünüz belə. Sloveniya. Burada ümumiyyətlə həmin bax bu Raqaşkanın tarixi haqqında, köhnələrdən olan şəkillər, muzeylərdən olan şəkillər, qarşısında olan şəkillər, hansı ki biz park sizə göstərmişdik, həmin o yerlərdir. Görürsünüz. Bu balaca şəkillərdə insanlar o vaxtlar da gəlib burada istirahət eləyiblər, görürsünüz, su içiblər, istirahətə gəliblər. Neçə illər bundan öncə olan şəkillərdir hal-hazırda. Bu Donatda, Raqaşkada görürsünüz, həmin o parklar, həmin o biz qarşısında fəvvarə var, görürsünüz. Günay oranı çox sevir. Orada çəkdirmişdik video, həmin oradır. Görün, 60-cı illərdən, 100 illər, buna bax. İnsanlar görün, neçə illər bundan öncə gəlib burada həm çimiblər, həm istirahət eləyiblər, həm suyundan istifadə eləyiblər. Yəni, müalicə kimi illərdir ki, insanlar bura gəlib gedir, uzun illərdir. Baxın, göstərirəm sizə. Görürsünüz. Şəkillərdə öz əksini tapıb hamısı. Bu Raqaşka Slatinadan söhbət gedir bura. Bu bizim səhər-səhər Günayla oturduğumuz, canlaşdığımız kafedir. Həmin bax o kafe. Görürsünüz, avtomobillərin, köhnə avtomobillər olduğu vaxtından, hətta eşik arabası ilə də gəlirmişlər, bax.
İllərə bax. İl oxuya bilmirəm. Oxuya bilirsiniz siz il orada? Oxuya bilənlər üçün göstərirəm ki, oxusunlar. Hə, Məhəmməd, göndərərsən direktə baxaram. Bax belə. Burada da nəsə belə açki zat taxırsan, belə yəqin ki, o görüntü zat, belə bir şeylər görmək olur. Eynəklə oturub baxırsan da, belə 3D ilə. Yəni görüm nə görürəm burada. Nə maraqlı oldu? Barmağınla vurursan belə. Hə? Aha. Nəyə tıklamalıyam mən? Nə maraqlıdır. Demək bir dənə maşın göster. Aha. Başqa nə var burada deyəm? Acaba nə maraqlıdır bu? Yox, mən görürəm onu, sola eləyim, nətər görəsiz onu? Mən bunu ancaq özüm görürəm. Elə bir ki, orada bir dənə şey görürəm. Nəsə deyən, ona gəlib günah gələcək. Deyən görüm. Bəlkə. Niyə yoxa çıxdı bu? Çünki belə dur, baxmaq lazımdır harasa. Bəlkə bundan eləyirsən.